Növbəti yenə 11-ci sinif ÖTK-yə aid olan bir testin izahını verirəm. Deməli yazılıb ki, gücünü xalqın dəstəyindən alan dövlətə düşmən çata bilməz cümləsindəki ilk cümlə üzvü çıxarıldıqdan sonra sintaktik təhlil sxemini müəyyən edin. Baxın, ilk cümlə üzvünü deyir. Burada birinci cümləni təhlil edirik. Gücünü xalqın dəstəyindən alan dövlətə düşmən çata bilməz. Çata bilməz kim? Düşmən. Çata bilməz xəbər, düşmən mübtəda. Nəyə çata bilməz? Dövlətə. Hansı dövlətə? Gücünü xalqın dəstəyindən alan. Gücünü xalqın dəstəyindən alan. Nə etməz? Çata bilməz xəbəri tapırıq. Kim çata bilməz? Düşmən çata bilməz. Nəyə çata bilməz? Dövlətə. Hansı dövlətə? Gücünü xalqın dəstəyindən alan dövlətə. İndi bizə deyir ki, ilk cümlə üzvünü çıxarsaq. İlk cümlə üzvümüz hansıdır? Gücünü xalqın dəstəyindən alan. Yəni, baxın bu. Bu nədir? Təyin. Təyini çıxardandan sonra nə qalır? Tamamlıq, mübtəda, xəbər. Ona görə düzgün variant olacaq tamamlıq, mübtəda, xəbər.